Əski əlifbamız. Ə hərfi. Ə səslənən ə hərfi. Ə hərfi 4 şəkildə yazılır. Ə hərfi hicanın yaxud sözün sonunda gəldikdə 2 formada, birləşən və birləşməyən formasında yazılır. Ə hərfi birləşən formada. Nənə, gəncə. Ə hərfi birləşməyən formada. Dədə, dəvəçi. Kitab-ı Dədəm Qorqud. Oğuz tayfalarının dilindən Dədəm Qorqud kitabı. Almaniyanın Dresden muzeyində saxlanılır. Bir müqəddimə və 12 boydan ibarətdir. Kitab-ı Dədəm Qorqud.